Deməli, Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib və Hekayəti Müsyo Jordan bədii əsəri üçün ortaq fikirləridir, müəyyən edin. Baxaq. Aha. Maarifçi, yenilikçi obraza yer verilibdi. Hekayət Müsyo Jordanda Şahbaz bəy, sonra kişinin adı yadına çıxdı, fransızın. Müsyo Jordan o. Aldanmış Kəvakibdə isə Yusif Sərrac. Bəli, hər ikisində də yenilikçi obrazlar, maarifçi obrazlar var. Hadisələr bahar fəslində cərəyan edir. Bəli, deməli, Hekayət Müsyo Jordanda Novruzdan bir gün keçmiş, Aldanmış Kəvakibdə isə Novruzdan 3 gün keçmiş hadisələr baş verir. Daha sonra satirik tənqid olunan obrazlar öz dili ilə ifşa olunur. Hekayət Müsyo Jordanda Məstəli Şah, Aldanmış Kəvakibdə isə deməli, Axund Səməd, Mirzə Yəhya, Mirzə Mövsüm, bir də Sərdar Zamanxan. Müəllifin mütərəqqi ideyaları əks olunubdur. Müəllifin mütərəqqi ideyaları bəli, hər ikisində əks olunubdur. Xalqın arzu və ideallarının ifadəçisi olan obraz istibdadla barışmayan mütərəqqi ziyalılara xas olan müsbət xüsusiyyətlərə malikdir deyir. Deməli, müsbət xüsusiyyətlərə, xalqın arzu və ideallarının ifadəçisi olan obraz istibdadla barışmayan mütərəqqi ziyalılara xas olan müsbət xüsusiyyətlərə malikdir. Biz bunu Yusif Sərraca götürə bilərik, amma Şahbaza götürə bilmərik. Xalqın arzu və ideallarının ifadəçisi olan obraz istibdadla barışmayan mütərəqqi ziyalı. Biz istibdad falan görmürük axı Müsyo Jordanda. Ona görə bu yanlış fikirdir, yəni ortaq deyil. 1, 2, 3, 4 cavabımız olacaq D bəndi. 27-yə baxırıq. Yusif Sərrac deməli, haqqında səhv fikri bizdən istəyir. Baxaq. Onun dili ilə kəndxudadan tutmuş padşaha qədər bütün hakimlərin zalım və yolkəsən olduğunu öyrənirik. Onun dili ilə yox, kimin dili ilə? Axund Molla Səmədin dilindən öyrənirik biz bunu. Baxaq, Yusif Sərrac haqqında səhv fikir. Bəli, bu səhv fikirdir. Daha sonra tüfeyli həyat sürən, yəni əslində bu deyir, bu özü deyir, amma bunu səsləndirən kim olur? Bunu səsləndirən Axund Molla Səməd idi. Tüfeyli həyat sürən ikiyüzlü yalançı ruhaniləri kəskin tənqid tipin öz dili ilə ifşa edilir. Tüfeyli həyat sürən ikiyüzlü yalançı ruhaniləri kəskin tənqid tipin öz dili ilə ifşa edilir. Bunu əslində deyən Molla Axund Səməd idi. Bu da bir növ Yusif Sərracın sözlərini deyirdi. Burada da tipin öz dili ilə ifşasını görə bilmərik biz. Yəni burada özü barədə demir ki, başqası barədə deyir. Müəllifin 19-cu əsrin 50-ci illərində dövlət onun idarə olunması ilə bağlı qənaətləri onun vasitəsilə əks olunubdur. Yusif Sərrac haqqında. Bəli, bu doğru fikirdir. Məsələn, 19-cu əsrin 50-ci illərində dövlət onun idarə olunması ilə bağlı qənaətləri Yusif Sərracın timsalında əks olunub. Dərin ictimai-siyasi məzmuna malik əvəz olunmaz əsər yaradılmışdır. Dərin ictimai-siyasi məzmuna malik əvəz olunmaz əsər yaradılmışdır. Yusif Sərrac haqqında. Bu, Yusif Sərrac haqqında deyil, axı dərin ictimai-siyasi məzmuna malik əvəz olunmaz əsər yaradılmışdır. Bu, ümumidir. Ona görə biz ancaq Yusif Sərraca aid xüsusiyyətlər soruşulur. O baxımdan bunu yanlış götürürük. Cavabımız olur 1, 2, 4, D bəndi. Daha sonra 28-ə baxaq. Həmişə şərtə diqqətlə baxmaq lazımdır ki, nəticə düzgün çıxsın. 28-ə baxırıq. Deməli, Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povestində Yusif Sərraca nəzərən Eylerven diaqramındakı uyğunluğu müəyyən edin. Hamısı Yusif Sərrac barədədir. Baxaq. Deməli, nitqi və xarakteri. Sonra onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Sonra deyir, onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bu, nə onun nitqidir, nə də onun xarakteridir. Bunu sadəcə olaraq, belə deyək də, əslində xarakteri var, amma bu, sanki kimin dilindən danışılır? Elə bil müəllifin dilindən danışılır ki, yəni cəmaat belə dedi də. Bunu indi xarakter kimi götürə bilərikmi? Bircə saniyə görüm.
biz bunu xarakter kimi götürə bilmərik. Çünki bu xalqın nitqidir. Həm də belə deyək, o onun xarakteri olsa belə, bu belə deyək, necə deyim, ümumi səslənməlidir ki, hə, belə də yəni. Amma bu sırf nitqdir və müəllifin nitqidir. Vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsilə hakimiyyət qazanmağın təmənnasında olmasın. Bəli, bu onun deməli nitqidir. Beyni aid edirik bura. Daha sonra əməlidir, nitqidir. Bircə saniyə deyən görüm. Əslində əməlidir, bu əməldir. Bu onun nitq demir, bunu əməl eləyir. Daha sonra mənim ağam Mollabaşı, mən cənabınızı İranda mətən adamlardan hesab edirəm. Bunu bəli, deməli Yusif Sərrac Molla Axund Səmədə deyir. C. Hara yazılacaq? Nitqinə. Daha sonra Yusif Şahın 3 qızı var idi. Böyüyü 14 yaşında, ortancılı 12 yaşında, kiçiyi 8 yaşında və 2 oğlu var idi, 6 yaşında və 4 yaşında. Bu da müəllifin nitqidir. Daha sonra xalqını, millətini düşünən, millətinin inkişafına çalışan biri, bəli, bu onun xarakteri idi. Cavabımız olur 1B, 2Y, 3C. Yəni, baxaq 1Y, 1B, 2Y, 3C olacaq D bəndi. 29-a baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povestinə nəzərən cədvəldəki uyğunluğu müəyyən edin. Qaldırılmış problem və verilmiş bədii həlli. Deməli, ölkənin ədalətlə idarə olunması, qaldırılmış problem. Verilmiş bədii həlli nədir? Ali mənsəbli, xalqı düşünən insanlara tapşırılması. Ali mənsəbi, xalqı düşünən insanlara tapşırılması. Bəli, bu ola bilər. Ruhani təbəqəsinə hörmətlə yanaşmaq. Bu yanlış fikirdir. Deməli, 1A. Məhkəmə işlərinin dövlətin ən mühüm işlərindən olması, ruhanilərin əlindən alınıb doğrucul insanlara həvalənin edilməsi. Bəli, bax, bu da gözlənilir. Bütün ruhanilərin dolanmasına kifayət edəcək qədər maaş təyin olunması. Ruhanilərin əlindən alıb doğrucul insanlara həvalənin edilməsi. Belə deyək. Sırf bu cümlə sırf məhkəmə haqqındadır. Ona görə biz bunu aid eləyə bilmərik. Bu var idi, bu var idi. Amma sırf bunun belə deyə də, necə deyə, bununla uyuşmur. Deməli, 1-ə olacaq A, 2-yə olacaq C. 1A, 2C, A bəndi. 30-a baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povestinə nəzərən cədvəldəki uyğunsuzluğu istəyir bizdən. Səbəb və nəticə. Baxaq. Hadisə Novruzdan 3 gün sonra Mirzə Sədrəddinin gətirdiyi xəbərlə başlayır. Doğrudur. Nəticədə Şah Abbas ali mənsəb sahiblərini məşvərətə çağırır. Nəticədə, bəli, doğrudur. Kimi çağırır? Axund Səmədi, Mirzə Müstəfini, Mirzə Yəhyanı, daha sonra başqa kim vardı? Sərdar Zamanxanı. Hadisə Şah Abbas Mirzə Sədrəddini öldürmək üçün cəlladı çağırır. Nəticədə Sərdar Zamanşah Abbasdan rica edir və həyatı bağışlanan münəccim başı 1 saat möhlət istəyir. Doğru fikirdir. Deyir, 1 saat mənə möhlət ver. Mirzə Sədrəddin idi. Deyir, mənə 1 saat möhlət ver, gedib cədvələ baxım da. Hansısa bir, belə deyə, məşhur cədvəl var idi orada. Adı yadımda qalmadı cədvəli. Ki, o cədvəldən gedib baxıb nəyə öyrənəcəkdi? Müəyyən bir yol öyrənəcəkdi. Cədvəlin adına baxın, bircə saniyə. Zici Uğulbəyi. Bəli, Zici Uğulbəyə göyə baxacaqdı. Zici Uğulbəy. Daha sonra hadisə Yusif Şah Molla, bu yəni doğru fikirdir. Hadisə Yusif Şah Molla Ramazına vəzifə verir.
Molla Səmədə xəbər çatır, qüssədən ölür. Bəli, bunda Molla Səməd Ərk qalasındaydı. Ərk qalasında eşidir ki, bəs bunun vəzifəsi kimə verilib? Molla Ramazana və bundan sonra da qüssədən ölür. Hadisə Yusif Şah ulduzlardan qorxmurdu. Səltənətin icrasına başladı. Bəli, bunu Xacə Mübarək ona deyir ki, bəs belə-belə də hər şey açıb deyir. Ondan sonra o da başlayır fəaliyyətə. Nəticədə Fərraşbaşı Əzim bəy ali mənsəb sahiblərini həbs edir. Bircə saniyə görüm. Fərraş o həbs edir ki, hadisə Yusif Şah ulduzlardan qorxmurdu. Səltənətin icrasına başladı. Nəticədə Fərraşbaşı Əzim bəy ali mənsəb sahiblərini həbs edir. Əzim bəy idi, yoxsa Əzim bəy deyildi məncə. Bircə saniyə, Əzim var idi orada. Bir də onun adı başqa idi. Deyəcəm indi onun adı nə idi? Əzim bəy yox, Əzim bəy yox. O xidmətçi başı idi. Əzim bəy xidmətçi başı idi. Onun adı nə idi ay Allah? Fərraşbaşı Əsəd bəy idi. Əsəd bəy. Bəli, burada yanlışlığa yol verilibdi bu. Deyirəm axı Əzim bəy yox. Əsəd bəy. Əzim bəy xidmətçi başı idi. Əsəd bəy isə Fərraşbaşı idi və deyir əvvəldən deyir Fərraşbaşı Əsəd bəy huzuruna gətirdi və buyurdu ki, bu saat 12 Fərraş özünlə götür və Mollabaşı Axund Səmədi, daha sonra Mirzə Möhsünü, Müstəfi Mirzə Yəhyanı, Münəccimbaşı Sədrəddini, Mövlana Camaləddini, bir də elə bunları Ərk qalasında deyir, neynə apar zindana sal. Yəni Mövlana Camaləddini belə ora salır Münəccim başını. Aha, daha sonra hadisə Yusif Şahın, qoy bunu bir də yazaq. Adı nə idi onun? Deməli, Əsəd Fərraşbaşı idi. Fərraşbaşı ancaq Əzim kimi idi. Əzim isə deməli xidmətçi başı idi. Əzmənə tapşırırdı. Əzmə deyirdi ki, hamı şahın sarayından çıxdı deyir, ancaq Yusif Şah taxtın üstündə oturmuş, qabağında Xacə Mübarək başqa bir neçə xacə ilə xidmətçi başı Əzim bəy və bir neçə xidmətçi ilə durmuşdular. Sadəcə Əzim bəyin adı orada çəkilir və bayırda isə deyir Fərraşlar dayanmışdı. Belə. Hadisə Yusif Şahın taxta keçməsindən bir həftə keçir. Nəticədə əhalinin narazılıqlara başladı. Bəli, doğrudur. Deyirlər ki, necə olur ki, biz insan şaqqaları görmürük, necə olur ki, başsız bədənlər görmürük. Artıq öyrəşmişdilər də, belə deyək, bir o zülmə öyrəşmişdilər. Uyğunsuz cavabımız oldu deyibəndi. Klasteri deyir, tamamlayın. Şahbaz bəy Müsyo Jordandan fərqli olaraq, baxaq, deməli, Şahbaz bəy Müsyo Jordandan fərqli olaraq maarifçi obrazdır, yanlışdır, hər ikisi maarifçi obrazdır. O yaşadığı mühiti qamışlıq sayır, bəli, Şahbaz bəy yaşadığı mühiti qamışlıq sayır. Müəllifin yeniliyi, elm, maarif, inkişaf idealının təmsilçisidir. Bu elə Şahbaz bəy ilə Müsyo Jordanın hər ikisinə aiddir. Çünki o da həkimi nəbatat idi, yəni nəbatat idi. O da bitkilərdən dərmanlar, kəşflər, belə deyək, dərmanlar edirdi, düzəldirdi. Hətta Qarabağda elə məhz bu məqsədlə gəlmişdi. Təhsil almaq, yeni fəal həyat tərzinə qovuşmaq arzusu ilə yaşayır. Bəli, bu Şahbaz bəyə aid etmək olar. Cəsarətlə köhnəliyə qarşı çıxır. Bəli, bu da doğru fikirdir. Deməli, cavabımız olacaq 2, 4 və 5, yəni B bəndi. Daha sonra 32-yə baxaq. Cədvələ nəzərən deyir, uyğunluğu müəyyən edin. Müsyo Jordan, bir də Yusif Şah uyğunluğu istəyir bizdən. Baxaq. Sənətkarın ideallarını əks etdirir Müsyo Jordan, Yusif Şah. Əslində belə deyək, sənətkarın ideallarını əks etdirir deyəndə hər ikisi, həm Yusif Şah, həm də Müsyo Jordan. Hər ikisi əslində sənətkarın, yəni yazıçının ideallarını əks etdirir. O baxımdan bir əslində burada yazılmalıydı. Qarabağı tərifləməklə dramaturqun məqsədini dilə gətirir. Bəli, doğru fikirdir. Deyir, əgər mən bura gəlməsəydim, deyir, bu çiçəkləri deyir, görməsəydim, deyir. Hansı deyir, alim, hansı deyir, o belə deyir, tanınmışlardır, bu çiçəyi tanıyacaqdı, bunun hansı işə yarayacağını tanıyardı. Yusif Şah yeniliyi təmsil edir.
Belə deyək də, əslində Monsieur Jordan da yenilik təmsil edir. Ona görə 3 də bura gəlməli idi. Sənətkarın düşüncələrinin təmsilçisidir. Bu da ortaq fikirdir. Vergi sistemində islahatları ilə yadda qalır. Bu Yusif Şaha aiddir. Əks qütbün əsas təmsilçisi ilə qarşılaşmır. Yusif Şah Abbasla qarşılaşmır. Çünki yoxa çıxır da. Monsieur Jordan da Məstəli Şahla qarşılaşmır. Bəli, bu doğru fikirdir. Cavabımız olacaq nə? 2 və 6. Yəni 32-də A bəndi olacaq. Bəli, A bəndi. 2 və 6. 33-ə baxaq. Deməli, nədir? Deyir, cədvəldəki bütün obrazların ortaq xüsusiyyətlərinə nəzərən uyğunsuzluğu müəyyən edin. Şəhrabanu, Xanpəri, Şərəfnisə. Obrazların ortaq xüsusiyyətlərinə nəzərən uyğunsuzluğu. Baxaq. Şəhrabanu çətin vəziyyətdə mübarizəyə üstünlük verir. Xanpəri problemi həll etməkdə vasitəçi olur. Şərəfnisə ağladığını birinci boynuna almır. Tam olaraq sualın şərtin başa düşmürəm ki, görək nə demək istəyir. Əsərdə yumoristik gülüş hədəfidir. Şəhrabanu, Xanpəri, Şərəfnisə. Əslində yumoristik gülüş hədəfi deyəndə hamısı yumoristik gülüş hədəfdir. Nə deyir bizə? Deyir, cədvəldəki bütün obrazların ortaq xüsusiyyətlərinə nəzərən uyğunsuzluğu müəyyən edin. Çətin vəziyyətdə mübarizəyə üstünlük verir. Şəhrabanu. Bəli, mübarizə aparır da öz aləmində, yəni. Bu doğrudur. Problemi həll etməkdə vasitəçi olur. Xanpəri, bəli, öz aləmində bu da gözəl bir problemin həllini tapıb. Gedir Məstəli Şahı hardan getirib burcaq eləyir bunların başına. Şərəfnisə ağladığını birinci boynuna almır. Doğrudur. Monsieur Jordanın boynunun vurulmasına etiraz edir. Bəli, Şərəfnisə deyir. O deyir, mənə deyir, Şahbazdan deyir, çiçəklər gətirirdi. Əsərdə yumoristik gülüş hədəfidir. Bu isə hamısına aid bir fikirdir. Ortaq, bəli, əslində bəli, əsərdə yumoristik bu olmalıydı. Üçünə də aid bir, belə deyək, belə deyək, variantdır. Bu əsərdə yumoristik gülüş hədəfidir, üçü də. Biz onlara satirik yanaşa bilmərik. Satirik gülüş hədəfi kim idi? Məstəli Şah və onun təbii ki, tələbəsi Qulaməli. Klasteri deyir, tamamlayın. Baxaq, 34-də bizdən nə istəyir?